Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir 3 sual məsələsi verilib. Görürsünüz kimi başqa bucaq heç nə verilməyib. Tərəflər verilib AK 4-dür, KB 2-dir, AM 3-dür, MC 5-dir və KM 6. Bizə nə istəyir? BC-ni istəyir. BC məsafəsini istəyir. Baxın, biz burada ta ki ağlımıza gələn məsəl üçün hər hansı ta ki bu bucaqçı məsəl üçün kosinuslar teoremi və s. tapmaq olar. Yəni bir çətin yolla həll etmək olar. Başqa nəyə bilər? Biz həmişə bucaqlar verilirdi, bərabər bucaqlar verildi. Ona uyğun dedik ki, bu üç suallar oxşardır. İndi isə əksinə bucaq yoxdur. Biz tərəflərdən istifadə edib oxşarı tapmalıyıq. Baxın, AKM sualı üçün bu bucaq hər ikisinə ortaqdır. Həm AKM, həm də ABC ortaq, düzdür. Bir dənə ipucu varımızdır. İndi isə baxaq nəyə? Baxın müəllimlər. AK-nın məsafəsi uzunluğu 4 verib, AC isə 8 verib. 4-ün 8-ə nisbət, düzdür? 1/2 alırıq. Görək başqa bu bu balaca üçbanın böyük üçbanın digər tərəfləri arasında 1/2 əlaqəsini qura bilirik yoxsa yox? Burada AK 4, AC neçə oldu? 8 oldu. Sonra baxaq nəyə? AM 3-dür, AB isə 6-dır. 3-ü də 6-ya bölündə baxın 4-ün 8-ə nisbəti bərabər oldu neçəyə? 3-ün 6-ya nisbəti, düzdür? 3-ün 6-ya nisbəti. Deməli bu üçbalar oxşarmış. Düzdür? İki tərəf nisbətlər bərabər oldu. Həmçinin biz nə yaza bilərik yenə? Uyğun olaraq yaza bilərik ki, 6-nın x nisbəti buna bərabərdir. Bu da bərabərdir. 6 bölünsün x yaza bilərik. Bu qədər sadə. Deməli nə oldu? Bu oxşarlığa görə 3-ü vururam x-ə. Bərabərləm 6 vur 6. Deməli x bərabər 12 imiş.